30 iyul 2025-ci ildən Rusiyaya səfər eləmək istəyən həmyerlilərimizin diqqətinə, bu videonu axıra qədər izləyin, bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Yeni qayda tətbiq olunub ki, bura gəlməzdən əvvəl 3 gün qabaq və ya 72 saat qabaq siz Rult mobil şəbəkəsindən proqramı vasitəsilə öz biometrik məlumatlarınızı, şəklinizi, barmaq izinizi və səfərə çıxmaq səbəbinizi bildirməlisiniz. Bu isə Rusiya Federasiyası tərəfindən yoxlanılır və sizə tez bir zamanda QR kod göndərirlər ki, siz gələ bilərsiniz. Əgər siz bunu etməsəniz, 30 iyul 2025-ci ildən sonra sizi Rusiya sərhədindən buraxmayacaqlar. Və bu siyahıya daxil olmayan insanlar isə 6 yaşından aşağı olan uşaqlar, Belorusiya vətəndaşları, bir də burada RVP, VNJ daimi qalmaq sənədi olan insanlara aid deyil. Bu qayda hələ ki 30 iyul 2025-ci ildən 2026-cı ilin iyulun ayına qədər eksperimental rejimdə buraxılıb, bir eksperiment kimi buraxırlar ki, yoxlasınlar necə olacaq və sizi sərhəddə şəklinizi və barmaq izinizi də yoxlayacaqlar. Bu qaydaya ciddi şəkildə riayət edin və bunların hamısını normal şəkildə yerinə yetirin ki, sizin sərhəddə bir problem yaşamayasınız.